Aykomp'un bugünkü qonağı hər kəsin fəxr edə biləcəyi bir gəncdir. Bu gəncin yaşının az olmasına baxmayaraq əldə etdiyi nailiyyətlər çox böyükdür. Böyük məmnuniyyətlə sizə Seyid Əlini təqdim etmək istəyirəm. Seyid Əlinin 14 yaşı var. 14 yaşı olmasına baxmayaraq Seyid Əli həm qabiliyyətli, mərifətli bir gəncdir və eyni zamanda idmançımızdır. Güləşlə məşğul olur və bu yaxınlarda Almaniyanın Hamburg şəhərində gənclər üzrə güləş yarışında 3-cü yeri tutub. Bundan əlavə olaraq Seyid Əli İngilis dilinə öz ana dilimiz qədər mükəmməl yiyələnib. Belə ki, yaxınlarda dövlət xətti ilə Cambridge İngilis dili üzrə B1 kateqoriyası üzrə yüksək nəticə verib. Təbii ki, bu çox gözəl bir hissdir. Təsəvvür edirəm ki, valideynləri Seyid Əli ilə necə də fəxr edirlər və onunla qürur hissi duyurlar. Seyid Əlinin yaşı az olmasına baxmayaraq, həqiqətən də qısa müddətdə danışdığımız, diyaloq qurduğumuz müddətdə gözəl bir xarakterə və gözəl bir əxlaqa sahib olduğunu gördüm. Azərbaycan gəncliyinin bugünkü günündə belə bir gənclərlə fəxr etməmək həqiqətən də mümkün deyil. Və təbii ki, valideyni olaraq atası ona həm motivasiya olsun deyə və eyni zamanda təhsilini mükəmməl davam etdirməsi üçün belə bir gözəl hədiyyə aldı. Seyid Əliyə Aykomp'dan Lenovo Log Gaming notebooku seçdilər. Seçimdə təbii ki, Seyid Əlinin özünün birbaşa iştirakı oldu. Seçdiyi notebook Lenovo Log modelidir, gaming laptopudur. Intel Core i5 13450HX prosesoru ilə mükəmməl bir notebook əldə etmiş oldu. Operativ yaddaş 16 GB və 512 GB-daki M2 sürətli SSD-si var bu modelin və video kartası isə RTX 4050 6 GB-dır. Bütün bəzi lazım olan belə detalları əl gəzdirdikdən sonra Seyid Əli ilə birlikdə notebooku korobkasına yığmış olduq və keçirik imza törəninə. Bu videonun bu yerində mən xüsusi olaraq qeyd elədim ki, bəzi biz izləyənlər deyəcəklər ki, Seyid Əlinin 14 yaşı var, onun imza atmağa ixtiyarı yoxdur, amma valideyni icazə verib, notebook da onundur. İmzalarımızı da atdıq. Windows əməliyyat sistemini də və gaming mouse da hədiyyə verdik. Gözəl arzularımı Seyid Əliyə çatdırdım. Belə gənclərin Azərbaycanımızda çox olmasını arzu edirəm. Həqiqətən də Seyid Əli fəxr olunası bir gəncdir. Ümid edirəm ki, gələcəkdə o istədiyi bütün hədəflərə nail olacaq.